Var yoxla nəhlə dindən belə sən kişi kimi yaşamayasan. İndiyə qədər Niyə? kişi kimi bəlkə yaşamısansa sürünə. İndən belə sən bütün Bakıda, Şəkidə, Lənkəranda harda qazansa bayraq. İndi qulaq Bakılılar imini mən sikeyir. Sonra mənə deyirsən ki, mən borzakonam. Sən kim Gününüz aydın olsun millət. Mən bir nəfər çıxsın başa salsın ki, bu nə məsələdir? Bu 3 gündə bu ölkədə bu provokasiya nə deməkdir axı ki, biri çıxır bir nəfərə görə ümumi ağcabət haqqında danışır, biri bir nəfərə görə ümumi Lənkəran haqqında danışır. İndi bu biri də çıxıb ortalığa ümumi Bakılıları söylür. Siz nə yeyirsiniz, nə içirsiniz, nə ilə qidalanırsınız belə? Bu nə provokasiyadır? Bu xalqı niyə bu günə qoymusunuz? Sizə kim ixtiyar verir axı? Siz axı vəbşi nə haqla bu milləti ümumi danışırsınız? Hansı bölgələr haqqında danışırsınız? Biri çıxır Baboşa görə ümumi Bərdən pisdir, biri bayrama görə ümumi Qaxı pisdir. Bu nə məsələdir axı? Hər yerin oğraşı var, bir qeyrəti var, şərəfsizi var. Onların içində qeyrətlilər var. Siz nə danışırsınız? Siz vəbşi nədən söhbət edirsiniz? Mənim başım çıxmır. Adamın ağzını cırarlar, yedirdərlər. Baxın, o müəyyən sən deyirsən, bax bu biri çıxır, deyir Bakılılar nə bilim üzr istəyirəm amda, nə bilim nəyimi yeyir. Adamın çıxardarlar, o yedirdərlər. Bu nə məsələdir? Ümumi danışmaq nədir? Kimdənsə kiminsə prinsipi var. Bu ümumi danışıq nədir? Bu Azərbaycan niyə bu günə qoyursunuz axı? Sizə kim ixtiyar verir? Siz nə haqla? Unutmayın ki, o şəhidlər Azərbaycanın hər bölgəsində şəhidlər Azərbaycan bayrağını büründü və şəhid oldular. Siz nə haqla? Siz kimsiz axı? Siz kimsiz? Bu TikTok çıxardanda düz zatına nə elədi? Bu sosial şəbəkə çıxardan zatına nə elədi? Bu milləti bu günə qoydu. Biri əxlaqını çıxardı, biri lüttanı çıxır, biri oğraşlı eləyir, biri bir qeyrətli eləyir, biri ceyli eləyir, biri arvadınla video çəkir. Biri uşağının tərbiyəsiz şeylərini çıxardır, üzə olur populyar. Biri nə bilim hər bir şeydən danışır. Bu nə məsələdir? Bu xalqın günahı nədir axı ki, sizin bu bölgələrə bölmək nə məsələdir? Ümumiyyətcə mən həmişə demişəm. Ümumi bölgə haqqında danışan nakişi olar, bir qeyrət olar, şərəfsiz olar. Ümumi bölgə haqqında kimdənsə hansısa prinsipiniz varsa, ümumi danışmayın. Deyin filan kəs şərəfsizdir, bir qeyrətdir. Ümumi bölgə haqqında danışmayın. Həmin o bölgələrdə qeyrətli oğlanlar var, ana bacılar var, qeyrətli, şərəfli kişilərimiz var. Sizin sadaladığınız bölgələr istər Bakı, istər Ağcabədi, istər Lənkəranın oğru aləmindən dəyərli qardaşlarımız var. Allah hamısına rəhmət eləsin. Ağcabəddən onu kimi və yaxud da Bakıdan onu kimi və yaxud da heç oğru aləmini qoyaq qırağa, kriminal aləmini qoyaq qırağa. Dövlətə, xalqa yararlı qardaşlarımız var, ana bacılarımız var. Bu xalqa qeyrətini çəkən ana bacılarımız var. Siz nə danışırsınız? Vəbşi ağzınızla o falan yerinizdə fərq var sizə. Siz nə danışırsınız? Bu bölgələrə bölüb sizin məqsədiniz nədir axı? Bu xalqı niyə bu qədər alçaldırsınız? Erməni şərəfsizlər də, bizə qarşı çıxan ölkələr də otursun, baxsın, ləzzət alsın. Bunu istəyirsiniz. Sizdən tərbiyə götürən bu gələcək nəsil kim olacaq axı? Sonra deyirsiniz ki, filan kəs getdi, 15 yaşında oğlan getdi, filan kəsi bıçaqladı. Bu vəziyyətə görə bıçaqlayır. Siz onlara şərait yaradırsınız ki, bugünkü gün gənclərimiz pozulsun, bugünkü gün gənclərimiz hansısa bir mövqeydə, səhv bir mövqeydə inkişaf eləsin. Ona inkişaf demirlər, ona bizim batmağımızdır, bizim itməyimiz deməkdir. Bu nə hərəkətdir? Hamınız da yaşlı başlı adamlarsa, utanın, elə üçünüzə də aiddir. O Amerikada oturana da, o Ağcabədinin müdafiə edənə də, bu biri bu Bakıları söyənə də hamınız aiddir. Yekə kişilər sizə ayıb da. Siz bugünkü gün bizim sosial şəbəkələrdə sizə hansısa bir bloger kimi deyib, hansısa bir müraciətlərimizi həll eləməsiniz, onlara dəstək olmalısınız, xalqa dəstək olmalısınız. Amma bugünkü gün durub ümumi bölgələr haqqında danışırsınız. Bu nə deməkdir? Mənim başım çıxmır. Xahiş edirəm dövlətdən, hüquq mühafizə orqanlarından kim bu işlərə baxırsa, buna bir əncam, bir əlac qılsınlar. Bu xalqı parçalamasınlar. Bu bir siyasətdir, bu nə bilim hansı bir siyasətdir, bilmirəm, bu hansı bir təbliğatdır, bu hansı provokasiyadır bu ölkədə, bu nədir, bu 3 gündə aləm qarışıb bir-birinə, bir bölgələrə keçirlər bütün Azərbaycanın bölgələrinə. Ayıb deyə Allah'ın olsun adam əsəb çəkir sizə baxanda. Kişi siz adamsınız, bu nə məsələdir, mənim başım çıxmır. Mən həmişə demişəm, mən 3 şeyə qarışmıram, nə kriminal aləmə, nə siyasi aləmə, nə də ki din aləminə. Yəni bu dindarlara. Çünki onların üçündə də yoxam. Amma o demək deyil ki, heç bir şeydən anlayışım yoxdur. Allah şükür siyasətdən də anlayışım var, oğru aləmindən də, dindən də anlayışım var. Ancaq qarışmıram. Çünki mən provokasiya və yaxud da hansısa gənclərə pis örnək olmaq istəmirəm. Hansısa bir səhvimə görə kimsə məndən nəsə bir nümunə götürər və yaxud da hansısa bir özünə nəsə bir yol tutar, gedər və mən onu uçuruma aparmış olaram. Amma siz bir iki gün gəncləri uçuruma aparırsınız. Yekə kişilərsə, ən az yaşı olanın içinizdə 35-40 yaşınız var. Ayıbdır bu nə hərəkətdə? Baxırsan hamısı viddi fasonlu böyük kişilər durub elədiyi hərəkətlərə bunların. Sizin məqsədiniz nədir? Məqsədiniz nədir? Bu bölgələrə bölüb həmin o sadaladığınız bölgələrdə o qədər qeyrətli oğlanlar var. Adamın ağzını cırar. Adamı girib ailəsinə sataşar. Yəni ki, elə bir oğlanlar var. Ümumi bölgə haqqında danışmayın.
Kim nəsə, mənim də ünvanladığım insanlar olub. Mənə səhv rəylər yazıb, mən bir Gədəbəyliyəm, mənim Gədəbəyim haqqında kimsə nəsə deyibsə, ona qarşı bir fərdi şəxs kimi mən ona müraciət eləmişəm. Müraciət yox ha, söyüşlərimi, təhqirlərimi yeri gələndə yağdırmışam. Amma ümumi bölgə haqqında heç vaxt o ünvanlamamışam. Çünki həmin o bölgələrdə qeyrətli, yenə deyirəm, qeyrətli, şəxsiyyətli insanlar var. Xahiş edirəm, yenə də bir daha buradan kim məşğul olursa, xahiş edirəm bu ölkənin, xalqın parçalanmağına imkan verməsin. Bu cür provokasiyaları aradan qaldırsın. Dönə-dönə xahiş edirəm. Olmaz. Bizim xalqa yaraşmaz. Bizim millətə yaraşmaz. Hərəniz bir tərəfdə oturmuşsunuz. Öz başınıza birincisi problem açmayın. İkincisi də ki, xalqı qoyun sakit otursun. Xalqa əsəb verməyin. Xalq yetərincə onsuz da bilmir hansı problemi həll eləsin. Sizin də dərdinizin, sizin əsəbinizin çəkəsi deyil. İndi bu dəqiqə çəkdiyiniz o adını çəkdiyiniz o bölgələrdən olan insanlar bu dəqiqə bəlkə də gecə yata bilmir əsəbindən ki, bu insanı verin mənə parçalayım. Niyə, nəyə lazımdır ki? O insanın ailə uşağını hansınızsa biriniz gedib ona dəstək olacaqsınız, hansı bir cinayətə cəlb edirsiniz. Bugünkü hansı bir oğlan gələr sizə hansı bir xəsarət yetirər və cinayətkar olar. Buna vadar edirsiniz cəmaatı, buna vadar edirsiniz bu milləti. Sakit durun, dilinizi qoyun qarnınıza, ağlınızı yığın başınıza. Ümumi danışmayın, bölgələr haqqında danışmayın. Allah xalqımızı, dövlətimizi qorusun. Allah belə insanları bu ölkədən uzaq eləsin. Var olun Azərbaycan xalqı.